Paxlava reseptini paylaşıram sizinlə. Tam miqdarını açıqlamalara yazacağam. Əvvəlcə unun içinə yağı və südü ilıq şəkildə əlavə edib, mayanı da 5 dəqiqə ilıq suda saxlayandan sonra onu da unun içinə əlavə edirik və daha sonra yumurta və qatığı da əlavə edib yumşaq bir xəmir hazırlayırıq. Üstünə streç çəkib 2 saat xəmiri acmağa qoyuruq. Bu arada 1 kiloqram çəkilmiş qoz və fındığın üstünə 1 kiloqram şəkər tozu əlavə edib qarışdırırıq. Xəmiri 12 kündə olaraq bölüb, paxlavanın ən alt və ən üst yufkasını qalın edirik ki, paxlavalar yanmasın. Yufkaları yayıb əvvəl yağ, sonra içlik qoyub 12 qat edirik. Üzərinə zəfəran və yumurta sarısını qarışdırıb çəkirəm. Əvvəlcədən isidilmiş 180 dərəcədə sobaya göndərirəm 15 dəqiqə. Sonra çıxardıb üstünə yağ töküb bir daha aralarını kəsirəm və bir daha 10 dəqiqəlik yenə sobaya göndərirəm. Üstü qızarandan sonra çıxardıb şərbəti töküb paxlava ilə 10 dəqiqəlik yenə sobaya göndəririk. Üstü tam qızaranda söndürürük.